26 may 2026-cı ildir və həftənin çərşənbə axşamı gündür dəyərli izləyicilər. Bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm, amma xəbərə keçməzdən əvvəl kanalımıza abunə olmanızı rica edəcəm sizdən. Azərbaycanda məktəb və bağçalarda dəhşətli xəstəlik yayılıb. Belə ki, son dövrlərdə uşaqlar arasında su çiçəyi xəstəliyinin artması cəmiyyətdə, xüsusilə də valideynlər və təhsil müəssisələri arasında ciddi narahatlıq yaradıb. Yoluxuculuq səviyyəsinin yüksək olması səbəbindən xəstəlik qısa zaman ərzində bağça və məktəb kollektivləri də sürətlə yayılır. Bu isə həm uşaqların sağlamlığı, həm də tədris prosesinin gedişinə təsirsiz ötüşmür. Bu vəziyyət valideynləri övladlarının sağlamlığı ilə bağlı daha diqqətli olmağa vadar edir. Eyni zamanda təhsil müəssisələrində də profilaktik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir. Xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və ya uşaqların tam sağalmadan kollektivə qaytarılması isə yoluxma riskini daha da artırır. İctimai televiziyanın hazırlamış olduğu süjetdə də bu barədə danışılır ki, nəticə etibarilə su çiçəyi təkcə fərdi sağlamlıq problemi deyil, kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir. Bizi izləyən tamaşaçılarımızın arasında övladı məktəbdə, bağçada oxuyan varsa lütfən yazsın. Bu xəstəliklə bağlı sizin məlumatlarınız necədir? Narahatsızmı? Övladınız su çiçəyi xəstəliyi keçiribmi və kollektivdə bunun əlamətləri geniş şəkildə yayılıbmı? Lütfən şərhlərdə bu barədə yazın dəyərli izləyicilər.